Söhbət öz peşəsinə mükəmməl yiyələnən insanlardan düşmüşkən, elə plastik estetik əməliyyat edən həkimlər öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirsələr də, bu əməliyyatı etdirən insanlar isə nəticədən razı qalsalar da, əməkdaşımız Famil Fərhadoğlu plastik estetik əməliyyatın mənfi tərəflərini araşdırıb. Bu sujeti izləyəndən sonra kiminsə plastik əməliyyat etdirəcəyinə şübhəm var. Son zamanlar plastik estetik əməliyyat etdirən insanların sayı xeyli artıb. Xarici görünüşündən narazı olanların bəzisi burnunu kiçildir, bəziləri dodaqlarını həcmləndirir, bəziləri üz qırışlarını hamarladır, bəziləri isə artıq çəkidən xilas olmaq üçün cərrah bıçaq altına girir. Təbii ki, bu əməliyyatların heç də hamısı uğurlu alınmır. Bir rəfiqəm əməliyyat olmuşdu, mən də məsləhət gördü, bir türk həkimin yanında. Getdim, düz operasiya olundum, bir dəfə, iki dəfə, amma çəpər əyirliyi vardı, bir də burnun formasını biraz elə bir ki, kiçiltmək istəyirdim. Amma indiyənə kimi də məndə o problemlər aradan qalxmadı, problemlər var, yenə yaşayıram onları, bir də görsən qanaxma da olur, yəni narazıyam. Plastik cərrahiyyənin bir növü də rekonstruktiv cərrahiyyədir. İnsanlar bu növ cərrahiyyəyə həm anadan gəlmə qüsurları, həm də sonradan yaranan qüsur və deformasiyaları aradan qaldırmaq üçün müraciət edir. Anadan gəlmə qüsurları aradan qaldırmaqdan əlavə bəzi şəxslər var ki, özlərini kimlərəsə bənzətməyə çalışırlar. Üz quruluşlarında dəyişiklik edirlər ki, kumri olduğu və ya pərəstiş etdiyi insana oxşasın. Belə olduqda isə bu həmin insana problem yaradır. Bu kimi əməliyyatlar həmin insanı eybəcərləşdirir. Elələr də var ki, məsələn, gəlir ki, məni filan kəsə oxşat. Mən burnumun quruluşunu filan kəsdən istəyirəm. Amma bu düzgün deyil. Hər insanın sifətinin müəyyən bir cizgiləri var, müəyyən bir sefalometrik ölçüləri var. Əməliyyatı da mütləq o ölçülərə uyğun aparmaq lazımdır. Düzgün aparmayanda mütləq qıraqdan baxanda bir uyğunsuzluq olur. Düzdür, burun kiçik ola bilər, amma o sifətə yaraşmaz. Yəni, üz ölçülərini tamamən bir-birini tamamlasın. Üzün plastik əməliyyatı üzün toxuma və orqanlarının formasının dəyişdirilməsi, eləcə də onların yenilənməsidir. Amma bəzən əməliyyatlardan sonra üzün harmoniyası zədələnər, təravət, təbiilik, cəlbedicilik kitə bilər. Buna müxtəlif infeksiyaların səbəb olduğu ehtimal edilir. Çünki bədənə müdaxilə olunur. Bu vaxt orqanizmə infeksiyaların düşməsi istisna deyil. Plastik əməliyyat olunan şəxsə narkoz verilərək əməliyyat olunur. Narkozun da insan sağlamlığı üçün zərərləri var. Həmçinin bədənə lazımsız dərmanlar yeridilir ki, bunlar da bəzən əks təsir göstərir. Bundan əlavə plastik cərrah Vaqif Qələndər qeyd edir ki, sonradan fəsadların yaranmaması üçün estetik əməliyyatları bu sahəni bilən insan etməlidir. Bəzən qeyri-professionallar da olur. Məsələn, bunlar plastik cərrah deyil, amma müxtəlif sahənin mütəxəssisləridirlər, onlar da bu işlə məşğul olurlar. Onda artıq onlar üzün ölçülərini, dodağın, sifətin ölçülərini nəzərə almırlar. Məsələn, düzdür, pasiyent istəyə bilər, pasiyent hər istədiyini biz ona eləmir ki, anlatmaq lazımdır ki, məsələn, bu sizə mütləq bu əməliyyatdan sonra problem də yarada bilər. Psixologların fikrincə qadınlar daha çox plastik əməliyyata meyilli olur. Yaş artdıqca dərimiz elastikliyini itirir, büzüşür və qırışır. Bununla isə xüsusilə də qadınlar çətin barışır. Yaşlanmanın əlamətləri qadınların da rahatlığına səbəb olur. Onlar tək çıxış yolunu plastik və estetik əməliyyatlarda görürlər. Psixoloq Elnur Rüstəmov isə bildirir ki, belə psixoloji vəziyyətə düşən insanlarla işləmək üçün klinikalarda psixoloqlar olmalıdır. Düşüncə də köklənir. Nə bilim, bir əməliyyat elətdirsəm, həyatım yenilənəcək, təzələnəcək, insanların mənə münasibəti dəyişəcək, mənim insanlara münasibətim dəyişəcək. Böyük bir qisminin kökündə fikir versəz, psixoloji faktorlar durur. Məsələ burasındadır ki, çox təəssüflər olsun ki, bugün estetik əməliyyatdan öncə insanlar heç bir psixoloji dəstək almırlar. Və estetik uzmanlarda, estetik cərrahlarda, estetik klinikalarda açıqcası, yəni psixoloji dəstəyə o qədər də belə loyal yanaşmırlar. Qeyd edək ki, əməliyyatı daha çox sənət adamları etdirir. Gözəllik qurban tələb edib deyib çarəni əməliyyatda görən insanların heç də hamısı nəinki arzuladığı xoşbəxtliyə sahib olmur. Əksinə bu gözəllik xəyalı onların həyatları bahasına başa gəlir. Şəkər xəstəsi olan müğənni Reyhan Müslümova kimi. Xanım müğənni artıq çəkidən xilas olmaq üçün plastik əməliyyata müraciət edib və bu əməliyyat onun ölümünə səbəb olub. Famil Fərhadoğlu, Seydül Beyvazov xüsusi olaraq Hər həftə üçün.